Mənim belə bir xasiyyətim var ki, səhər oyanıram, balkona çıxıram və havaya baxıram. Hava açıq, gözəl görəndə enerjim daha gözəl olur. Amma deyilənə görə bu gün qar yağacaqdı. Hər birinizə salamlayıram. Yeni vloquma xoş gəldiniz. Sizlərə bu gün maraqlı, fərqli bir vloq çəkmişəm. Həm bu gün ad günü gedəcəm, hazırlıq görürəm, həm də qaydanda evdə müəyyən bir işlərim var. Qızların çoxu həm canlı yayımda, həm də vloqlarımın altında qeyd eləyir ki, mətbəxt, ev işləri, təmizlik vloqları daha çox gəlsin. Bunların hər birini nəzərə alıram və sizə xoş olan vloqları çəkməyə daha çox can atıram. Ad günlərinə gedəndə, balaca yığıncaqlara gedəndə evdə bəzənirəm. Çünki salona gedəndə salonun ağır makiyajı üzlərimə allergik reaksiya verir. Ona görə də maksimum şəkildə özüm yüngül makiyaj eləyərək özümü bəzədib gedirəm. Amma böyük tədbirlər, toylar olanda artıq məcbur oluram. Bu gün saçlarımı düzləşdirəcəm, amma uclarını buruq eləyəcəm. Çünki keçən dəfə mən tədbirə gedəndə hər biri çox bəyənmişdi. Özümə buruq fen aldım və bu gün sizlərlə bir yerdə ilk dəfə evdə sınaqdan keçirəcəm. Çünki keçən dəfə salonda buruq eləmişdi qız saçlarımı, amma bu dəfə özüm eləyəcəm. Makiyajda biraz çətinlik çəkirəm. Ona görə də həftədə bir dəfə bazar günü evdə oluram. Həmin günü də gedib makiyajın daha dərinliklərini salonda özüm üçün etmək üçün öyrənəcəm. Bunu söz vermişəm, amma nə vaxtdan başlayacağımı hələ bilmirəm. Amma gedib mütləq öyrənəcəm. Qızım mənə saçları buruq etməyə də köməklik eləyir. Məncə çox gözəl alınacaq və hər biriniz də bəyənərsiniz. Bəyənsəz yazarsınız, bəyənməsəz də yazarsınız ki, necə oldu, necə alındı. Belə deyim ki, sizə 25 manata aldığım bir fenin bu qədər gözəl edəcəyini həqiqətən də özümdə inanmırdım. Mən həyatda elə bir insan olmuşam ki, makiyaja çox həvəsim olmayıb. Amma hal-hazırda çalışdığım iş, hal-hazırda olduğum ortam bunu məcbur eləyir. Ona görə mən qızlara hər vloqda bir tövsiyə eləyim. Bu vloqda da tövsiyə eləyirəm ki, sırf özünüzün qəşəng, özünüzə bəzənməsi üçün mütləq salonda ən azı bir aya o kursa gedib öyrənin makiyaj eləməyi. Hətta bu gün YouTube-da da açıb öyrənə bilərsiniz, amma getsəz daha yaxşı olacaq. Yəni xırdalığına qədər öyrənə bilərsiniz. Mən makiyaj eləyəndə çox səhvlər eləyirəm. Misal üçün, konsileri tonal kremdən öncə istifadə eləyirəm. Məncə konsiler tonaldan sonra istifadə olunmalıdır. Mən istifadə edə bilmirəm. Maksimum çalışıram ki, buna düzəliş eləyim. Mən misal üçün haliator istifadə eləyəndə biraz səhvlər eləyirəm. Üzümə uyğun o haliatoru istifadə edə bilmirəm və bunların hər birini öyrənməliyəm. Bəzən dodaq konturu və dodaq boyası istifadə eləyəndə ən çox bəyəndiyim olur. Yəni mən dodaqları çox gözəl özüm istədiyim kimi həcm verib konturlaşdıra bilirəm. Yəni bunu əsas bəyənirəm. Bəzən güzgüyə baxanda üzümdə simetrik əyrilik hiss eləyirəm. Siz daha dəqiq görürsüz. Buxaq biraz da buna təsir eləyir. Ona görə də liposaksiya elətdirəcəm. Həm də göz üstün süzdürəcəm ki, daha gözəl və gənc görsənim. Teni daha gözəl istifadə edə bilmirəm. Göz üstüm var. Kiprik qaynağını da ona görə eləyirəm. Belə mən artıq hazırlaşdım. Demək olar çox yüngül makiyaj elədim. Geyindiyim geyimi isə məncə hər biriniz bəyənərsiniz. Düzdür 2-3 dəfə geyinmişəm, amma bu dəfə yenə də biraz hava soyuq olduğuna görə bu donu geyinəcəm. O qədər şalvar köynək geyinmişik ki, belə bir geyimlərdə özümü fərqli hiss eləyirəm. Özümü başqa bir insan kimi görürəm. Bayırda bir hava soyuqdur deyim qızlar, çeynimə sadəcə plaş atdım, düşdüm. Düşməyimə də peşman oldum. Gərək qalın kurtka geyinərdim, amma məkan bizə çox yaxın olduğuna görə mən geri çevrilmədim. Ona görə də balkondan baxıb düşmək lazımdır. Konkret demək olar ki, qar yağır. Hardasa 3 dəqiqəlik yoldur. Bizim evimizə çox yaxındır məkan. Çox gözəl bir məkanda ad gününü təşkil ediblər. Mənim bugün bacım qızının 2 əkiz qızı var. Onların bir illiyinə həsr olmuş ad günündə iştirak eləyəcəm. Yəni ümumiyyətlə mən qız uşaqlarını çox sevirəm. Özümün də 2 qızım var. Allah bütün balaları saxlasın, bütün qızların bəxtlərini gözəl eləsin. Çox gözəl, yəni ki, bir məkan seçiblər. Çox gözəl bir təşkilatçılıqdır. Çox bəyəndim. Fərqli salatlar, fərqli yeməklər var idi. Hər birini xüsusi olaraq vurğulayım ki, belə yerlərdə gedib, yəni belə bir yeməkləri yemək həqiqətən insanın əhval-ruhiyyəsini yüksəldir. Ona görə də mən ümumiyyətlə mənim yəni lazım olan bir yerlərdən işim var, gücüm var deyə çəkinmirəm. Hər zaman da iştirak etməyə can atıram. Onu da deyim ki, qız uşaqları olduğuna baxmayaraq, körpəli olduğuna baxmayaraq atalarına daha çox can yandırırdılar. Anaları götürəndə ağlayırdı, atalarına can atırdı. Ataların qucağında olmağı çox sevinirdi. Çünki atalar da o uşaqları çox sevirlər. Yəni xüsusi bir diqqət göstərir. Ona görə ən çox da deyirlər, ataları qız uşaqlarına daha çox gərək diqqət yetirsin. Belə yedik, əyləndik, çox gözəl bir gün oldu. Yəni özümüzkilərlə bir yerdə olmaq, belə bir musiqili, gözəl məkanlarda vaxt keçirmək həqiqətən də çox gözəldir. Ona görə də mən də öz vəzifə borcumu yerinə yetirdim, orada iştirak elədim.
Sonda artıq tortla çay içdim. Hardasa 1 saat yarım burada oldum və yavaş-yavaş çıxdım çölə düşdüm. Günə görsəm yaxşıdır. Hər yer ağappaq qara bürüyüb. Yəni həqiqətən Xaçmazda artıq qar yağdı. Bunu da biz gördük. Yavaş-yavaş gəldim evə. Qızlar, düşünün nə etdim. Gələndən sonra bizdə kənddən kənd çolpaları var idi, gətirmişdilər. Dedim, bir dənə mütləq axşama plov hazırlayacağam. Ümumiyyətlə ilk dəfə hər zaman bizə belə kənd toyuqları gətirəndə mən birincisi ya xəngəl eləyirəm, ya da ki aş hazırlayıram. Bu gün amma aş hazırlayacağam. Qalanları da tək-tək pinqvik paketlərə büküb murzinnikə qoyacağam. Bəzən kənd toyuqlarını yeməyən insanlar da var, amma mən deyərdim ki, seçim olsaydı, mən bütün ətlərdən ən birinci kənd toyuğunu seçərdim. Yəni ən çox sevdiyim ət olub, balacılıqdan elə olub məndə. Bu gün amma görürəm ki, uşaqlar da artıq bəzi böyüklər də ən çox market istər toyuqlara, istər ayrı bir yeməklərə can atırlar. Kalbasa, sosiska, mayonez və yaxud və s. Əslində bu həqiqətən də düzgün qidalanma deyil. Yəni biz maksimum şəkildə uşaqları elə bir yeməklərdən uzaq tutmalıyıq. Marketə gedirik, heç giriş eləməmişik, lazımı olan məhsulları ala bilmirik uşaqların əlindən. Biri chips satır, biri nə bilim nə satır, heç adlarını belə bilmirəm, fərqli-fərqli şeylər atırlar. Amma həm istəyirlər, həm belə baxırsan uşaqlarda tələbat var, həm də belə baxırsan ki, uşaqların öz sağlamlığına ziyan vururlar. Yəni düzgün qidalanma deyil. Ona görə bugün bir çox insanlar özünüz görürsünüz ki, müəyyən yaşdan sonra daha tez qocalır, daha yatır və oyanmırlar, belə deyək, Lorideldə. O da ki, bütün bu yeməklərdən, bu qidalardan əmələ gəlir. Əslində biz əvvəllər nə görürdük? Təmiz ət, təmiz evdə hazırlanmış çörək, yəni bir neçə çeşiddə kalbasalar da çox dadlı olurdu. Ən çox yediyimiz evdə balıq idi. Və ən çox da bizdə pendir, şor olsun, yağ olsun, hamısı kənddə olduğumuza görə təmiz ev məhsulları idi. Mən belə baxıram ki, biz indiki uşaqlara baxanda qat-qat daha sağlam yaşayırdıq. Adicə marketə daxil olsaq özünüz də diqqət yetirin, nə qədər konfet seçimi var. Yəni adam çaşır, özünü itirir o konfet, yəni ki, ateliyə gedəndə hansını seçib hansını götürəcəyini bilmirsən. Mən özüm konfet sevən olmamışam, ümumiyyətlə sevməmişəm konfeti. Redki hallarda çay içirəm, yəni təsadüfi hallarda olur bu. Amma uşaqlar üçün, gələn qonaq üçün artıq almalı olursan və həqiqətən də bugün mən şəxsən öz adımdan danışım ki, çox çətinlik çəkirəm. Həm də ki, kalbasa adelinə gedirəm və oradan qızlardan indi məsləhət alıram ki, hansını seçim. Yəni o qədər çeşid var, bilmirsən, hansının tərkibi nədir? Onsuz da biz hamımız bilirik ki, istər konfet alsaq da, istər kalbasa alsaq da bizim sağlamlığımıza ziyandır bugünkü dövrdə. Özün bilmirsən. Adicə mən balıq alıram. Ən çox sevdiyim buzda saxlanılan balıqlardır. Onu alıram, gəlib qızardıram. Təsəvvür edin ki, balıq qoxusu ümumiyyətlə yoxdur. Hətta bəlkə də siz də hiss eləyərsiniz, sveç balığı alırıq, təzə balıq alırıq. Təzə balıq belə əvvəllər evdə hazırlayanda, yəni bişirəndə o evdə, o otaqlarda dayanmaq olmurdu. İndi heç demək olar ki, qoxusu yoxdur. Ona görə ən çox mən qış aylarında bu kənd toyuqlarına üstünlük verirəm. Yəni həm uşaqlar üçün yaxşıdır, həm özümüz üçün, həm də pəhriz kimidir, yəni yüngüldür, çox ağırlıq yəni vermir. Özdəki son vaxtlarda hər zaman mən super sun işlədirdim. Ən çox onu alıb istifadə edirdim. Çünki bir xanım mənə bir aşpaz xanım məsləhət vermişdi ki, o yaxşıdır. Amma son vaxtlarda gördüm ki, onun da tərkibində eşitdiyimə görə palma yağı var. Ona görə bu dəfə mən ayrı bir korobkada yağ aldım, Belarus yağı. Onu əridəcəm, görüm onun dadı necə olacaq. Əvvəllər biz hər zaman yağ alırdıq, yəni kərə yağı alırdıq, sonra onu əridib yemək hazırlayırdıq. Son vaxtlarda çox tənbəl olmuşdum, ona görə super sun alırdım. İndi əgər dadı xoşuma gəlməsə, əgər yaxşı istədiyim kimi olmasa, yenə də super sunu seçəcəm. Belə deyim ki, ondan çox razıyam, çox yaxşı olur, dadlı olur yeməklərdə. Heç bir ayrı qoxusu yoxdur. Amma palma yağı var deyə biraz içimdə narahatlıq var. Çünki bizim bütün mədə, bağırsaq orqanlarımızı elə palma yağı korlayır. Əti qəşəng xırda-xırda doğradım. Sonra da bir hardasa 15 dəqiqə qaynadıram. O qaynaya kimi də soğan falan hazırlayıram. Çünki mən adicə ləski sayağı evdə uşaqlar üçün aş bişirəcəm. Yəni bu dəbdəbəli bir aş, bir plov deyil. Yəni bunu da deyim. Sadəcə evdə uşaqlarımız belə bir, yəni ki, plovu daha çox bəyəndiyi üçün bunu hazırlayıram. Əslində son vaxtlarda beynimə düşmüşdü ki, özbək aşı hazırlayım. Nədənsə mən tənbəllik elədim. Yəni, amma bu növbəti vloqlarda mütləq özbək plovu hazırlayarkən də özüm həmin resepti də həmin vloqların içərisinə, yəni ki, əlavə eləyəcəm. Vloqlar əslində düzdür, biraz zaman çox alır, amma məncə çox maraqlıdır. Bir ara vermək istədim, yenə də təkrar başladım. Ümumiyyətlə bir işi başladımsa mən onun sonuna qədər gedən insanam. Heç vaxtı yarısından vaz keçməyi sevmirəm və mənim əslində bu boş vermə səbəbim də odur ki, mən onlayn işdə çalışıram. Ona görə də onlayn işdə mənim işim geridə qalır. Qrup zəngləri, ümumi təlimlər, məhsul təqdimatları, yəni yeni əməkdaşlarla ünsiyyət, yeni komandaların yaradılması bu müəyyən qədər mənim vaxtımı alır. Ona görə də mən daha çox köklənim gərək vloqlarımı artırım. Bu mütləqdir. Vloq çəkməyi sevirəm, vloq yaratmağı sevirəm. Xanımlardan o gözəl reaksiyalar gəldəndə ümumiyyətlə çox sevinirəm. Yəni
həqiqətən mənə xoşdur. Belə mən qəşəng soğanı biraz qızartmıram. Biraz yəni ki, sarılıq gələnə kimi yağda qızardıram. Tam olaraq qızartmıram və o vaxta kimi də əslində yarım saat öncən düyünü suya atmalıydım, amma heç vaxt çatdıra bilmirəm buna. Ən əsas aşın düyüsü yarım saat öncədən duzlu suda saxlasa o düyü çox qəşəng olur. Həmin soğanın üzərinə də gördüyünüz kimi əti əlavə eləyirəm. Üzərinə də hardasa 3-5 dənə turşu əlavə edəcəm. Bir 15 dənə də kişmiş əlavə edəcəm. Uşaqlar o yəni ki, aşı sevmirlər. Amma mən əslində çox sevirəm, yəni çox bəyənirəm. Ümumiyyətlə belə yəni ki, hamısı içərisinə atasan, qəşəng buğda bişirəsən və hazırlayıb belə aşı yeyəsən, ləzzət eləyir. Mən uşaqlarım amma kök əlavə etdiyi aşı daha çox dadlı şəkildə yeyirlər. Amma bu dəfə kənd toyuğu olduğuna görə kökü əlavə etmədim. Həftədə demək olar ki, 3 gün məntəqədə oluram. Həmin günlərdə də qızım evdə olur. Onun ən çox verdiyi sual budur ki, amma nə hazırlayım, bu gün nə bişirək? Həqiqətən də insan yəni bilmir, günorta nə hazırlasın, axşam nə hazırlasın, eyni yeməklərdən də adam bezir. Bu gün deyim ki, sizə ən çox quru yeməklərə bizim uşaqlarımız üstünlük verir, amma oğlum həqiqətən də sulu yeməklər də istəyir. Ən çox qızımın hazırladığı mərci supdur. Mənim də ən çox sevmədiyim mərci supdur. Yəni mən son vaxtlarda mərci supunu ümumiyyətlə yeyə bilmirəm. Yəni sulu yeməkləri son vaxtlar bilmirəm nədənsə yeyə bilmirəm. Həm yorğun oluram, həm nə bilim arıqlamaq üçün biraz əslində sup yeməliyəm, az yeyirəm. O da ki, artıq adamın iştahın öləndən sonra o supu yemək qeyri-mümkün olur. Bəs siz hansı yeməkləri daha çox sevirsiniz? Hansı yeməkləri hazırlamağımı istəyərdiniz? Onu da qeyd edin yorumlarda. Düzdür, bir çox yorumlara cavab verə bilmirəm, bəzən işim çox olanda, amma maksimum şəkildə yorumları dəyərləndirirəm. Maksimum şəkildə də hər kəsə cavab verməyə çalışıram. Sizin fikirlərinizə, yorumlarınıza diqqətlə baxıram, boş vaxtlarda oturub izləyirəm. Yəni mənim vloqlarımı bəyənən qızlarımız var. Canlı açan kimi həmin qızlar canlıya da gəlirlər. Yəni daimi izləyicilərim olduğuna görə çox sevinirəm və maksimum çalışacağam, davam edib daha çox artırım. Çünki istənilən bir yəni sənətdə elədir. Mən məsəl üçün Fabilikdə əvvəl olanda mənim hardasa 1 2 3 5 10 məsləhətçim var idi və mən çox sevinirdim. Elə bilirdim böyük bir kütləm var. Sonra 100 200 500 nəfər. İndi hal-hazırda 9000 yəni ki, mənim komandamda əməkdaş fəaliyyət göstərir. Az deyil, zarafat deyil ki, 10 minlik şəbəkəni idarə etmək. Yəni hər bir xanımda fərqli xassiyyətlər də olur, amma hər biri də demək olar ki, yəni hər birini də çox sevirəm, belə deyim. Ona görə də davam edəndə yavaş-yavaş artım gedir. Bəzən insanlar hər hansı bir işə başlayanda istənilən bir tələsirlər. Yəni həqiqətən tələsmək olmaz. İstər səhifə açanda, istər bir işi görəndə, istər hər hansı bir biznesə başlayanda, ən çox bu şəbəkəçilərin böyük bir problemidir ki, gəldi və dərhal böyük kütlə istəyir, böyük komandalar istəyir, böyük gəlirlər istəyir. Ona görə mən hər işdə də nəticəni almaq üçün səbirli və davamlı çalışıram. Mən inanıram ki, mənim YouTube kanalımda da hal-hazırda artıq 5000-i keçib abunə sayı, inanıram ki, qısa müddətdə 1-2 aya mən 10.000 abunəyə çevirə biləcəm onu. Əslində daha çox işləsəm, daha çox artıra bilərəm. Sadəcə öz işimlə əlaqədar belə yəni ki, çəkilişləri az edirəm. Ona görə də məndə yəni bu YouTube stabil vəziyyətdə gedir. Bu arada qəşəng bəlkə də bir çox xanımlar bunu bilmirlər, bilməyənlərə də öyrədim. Kərə yağını qəşəng alırsınız və qəşəng tavada xırda-xırda kəsib qoyursunuz qaza, vam odda. Əgər biraz qaz çox olsa, bütün yağ gedəcək, axıb gedəcək. Üstündə gərək üzərində də yanasan. Qəşəng belə biraz da əlavə edirəm duz və qəşəng onu əridirəm. Hər birinizə tövsiyə edirəm maksimum şəkildə belə bir işləri öyrənin bir xanım kimi. Mən əslində bütün ev işlərini bilirəm. İstər təmizlik olsun, istər yemək olsun, istər şirniyyat olsun, istər salat olsun, hər bir işi bacarıram. Amma son vaxtlarda o qədər məndə yüklənmə olur, həm öz işim, həm əlavə evin yükü. Bunlar məni biraz yəni ki yorur. Yorulanda da insan evdə bu işlərə belə həvəslə, ürəklə yanaşa bilmir. Yəni insanlıq halıdır. Biz də insanıq, biz də yoruluruq. Doğrudan da bəlkə də mənim kimi yəni çox üzərində işi olan xanımlar məni başa düşərlər. Qızlar, artıq yeməyimiz də hazırdır. Aşı mən dəsmal bükəcəm, biraz dəm alsın deyə qarışdırıb saxlayacağam. Yağım da artıq orada qaynayır. Ona görə buradan heç hara gedə bilmirəm. Birdən o tərəfə gedərəm, yağ daşar. Buna görə çox narahatam. Biraz yəni ki qaynayandan sonra təkrar əlavə əlimdə qalan yağı da əlavə edəcəm. Yəni deyim ki sizə, əvvəllər mən hər zaman bu işləri öz rəhmətlik anamdan öyrənmişəm. Anam əvvəl yağı yəni hazırlayardı. Özdə bilirsiniz ki, əvvəl nehrə yağı olurdu. Nehrə necə olurdu? İndiki kimi maşınlarda yox, əllə nehrəni qarışdırırdılar, necə deyirlər, çalxalayırdılar 1 saat, 1 saat, 2 saat, arada dəli olurdu, götürürdü, yerə vururdu, əsəbləşirdi. O vaxtlar arada xatırlayıram, deyirəm, yazıq qadın nə qədər əziyyət çəkdi. Arada vloqlarda bunları qeyd eləyirəm. Yəni həqiqətən də mənim anam çox əziyyət çəkib, çox yəni zəhmətkeş olub. Bugün bizim belə zəhmətkeş olmağımıza səbəb də bizim anamız olub. Yəni Allah bütün ölənlərə rəhmət eləsin, qalanlara da Allah can sağlığı versin. Nehrədən çıxardandan sonra biraz qoyurdu, qəşəng yuyurdu suyla, qəşəng o deyir yağın nə idi o
Ay Allah, ayranını çıxardırdı. Sonra da qəşəng qoyurdu xaladelnikə. Bərk olurdu o yağ, səhər yemək üçün dadlı olurdu. Qalanı da belə qazanda əridirdi, bankalara tökürdü və qoyurdu. Yəni biz belə yeməklərdə böyümüşük, belə yağları yemişik. Bizdə mağaza, belə şeylər olmayıb o vaxtı. Təkcə atam deyirdi, mən dövlət adamıyam. O hər zaman özünə mağazadan kərə yağı alardı səhər yemək üçün. Mən heç sevməmişəm mağazanın kərə yağını. Hələ indi də yemirəm. Hətta mən smetana yeyirəm. Ziyanlı olsa da ən çox evimizdə istifadə olunan mağaza şorudur. Məsəl üçün evdən kimsə satır, burada gətirir, yoldaşım alır. Mən ondan turşuluq hiss eləyirəm. Yəni xoşum gəlmir. O bir nəfər siqaretə öyrəşəndə necə ona can atırsa, bu şorda elədir deyəsən. Adam yedikcə daha çox yemək istəyir. Bilmirəm onlara nə istifadə eləyirlər, nə əlavə eləyirlər. Bəlkə də ziyanlı maddələrdir, bəlkə kimyəvi maddələrdir, bəlkə sağlamlığımıza ziyandır, bəlkə çoxu deyir onun tərkibində xeyir verəcək nəsə yoxdur. Məsəl üçün adi şoru biz istifadə etsək, onda bizdə kalsi var. Yəni o bizə xeyirdir. Amma bu şorun deyir tərkibində heç nə yoxdur. Bilmirəm niyə görə yeyiriksə. Biz hardan bilək ki, onu istehsal edənlər bilərlər. Biz bilmirik axı dadlıdır, qəşəngdir, yedikcə yemək istəyir. Ən çox da mən ev şoru istifadə edəndə, əvvəl pendir falan yeyəndə mənim mədəm ağrıyırdı. Amma bu mağaza şorundan sonra mədə ağrımır. Yəni bu daha rahatlıq verirsə niyə də yeməyim? Onsuz da ən əsas insanın sağlamlığı qoruyan stressiz, rahat bir həyatdır. Yeməklər məncə o qədər bizim sağlamlığımıza ziyan vermir. Mən belə düşünürəm bəzən. Çünki bayaq da qeyd etdiyim kimi anam ən çox təmiz qida, yəni normal ev məhsullarından qidalanan bir insan olub. Təsəvvürün ki, heç kalbasa yeyən olmayıb. Hətta balıq var, buzlu balıq, onu belə yeyən olmayıb. Mağaza toyuğu yeyən olmayıb, amma bugün təsəvvür edin ki, hardan gəldi bəs bu insan üçün sağlam qidalanırdı. Allah heç kimə göstərməsin, xərçəng xəstəliyinə tutuldu və rəhmətə getdi. Gəlin düşünək, atam ən çox mağaza yeməkləri yerdi. Bugün də maşallah olsun 80 yaşından çox yaşı var, gümrah və sağlam yaşayır. Yəni məncə anam hər şeyi ürəyinə salırdı, çox fikirləşirdi, çox düşünürdü. Bəlkə ondan ola bilər. Atamdakı hər şey rahat idi, heç özündən başqasını düşünmürdü. Ona görə də bugün də yaşayır. Məncə ən yaxşı sağlam yaşamaq, mən bildiyim qədər sizə də bunu deyirəm, rahat və gözəl yaşamaqdır. Heç kimi fikirləşmədən, heç kimi dərd çəkmədən, hətta yəni biz daima övladlarımızı düşünürük. Onları belə o qədər də düşünmədən yaşamaq. Mən belə düşünürəm. Belə bizim artıq yeməklərimiz hazırdır. Stolu hazırlamaqda maşallah hər kəs artıq gəldi, köməkləşir. Çünki yemək yemə vaxtıdır. Göz haqqınızı bu arada halal edin qızlar. Təşəkkür eləyirəm. Məncə siz bəyənərsiniz bu mənim vloqumu da. Növbəti vloqlarda təbii ki görüşənədək hələlik hər birinizə bir daha təşəkkür eləyirəm. Yəni necə deyərlər, əsas biz nəyə görə bu çəkilişləri edirik? Sizin daha gözəl şəkildə, daha həvəslə baxmağınız üçün. Bəlkə də müəyyən bir ola bilər, yeni indi yəni ki vloqlar çəkirəm, o qədər vaxtda deyil, müəyyən bir səhvlər də eləyə bilərəm. İnşallah zamanla o səhvləri də düzəldəcəm, daha maraqlı, daha effektiv vloqlar çəkməyə sizlərə davam edəcəm. Bir daha sonda qeyd edeyim ki, əgər hər hansı bir onlayn işdə çalışmaq istəyirsinizsə, mənim komandama qoşulub daha yaxşı 21 gündən gəlir qazanmaq istəyirsinizsə, bu vloqun altında əlaqə iş nömrəmi qeyd eləyəcəm. Mənə yazın, özünüzə məhsul alın, endirimdən hədiyyə qazanan, əlavə də evdən çıxmadan mənim kimi övladların yanında belə bir işləri görərək də yüksək gəlir qazana bilərsiniz. Hal-hazırda Fabri şirkətinin təsdiqlənmiş brilyant direktoru, açıq rütbədə elit direktoruyam. Komandamda çoxlu sayda xanımlar mənim şəbəkəmdə yüksək gəlirlərə sahibdirlər və siz də əgər hər hansı bir işiniz varsa, o işin gəliri qane eləmirsə, hər hansı bir evdə çıxmayaraq uşaqların yanında hər hansı bir işə gəlirə sahib olmaq istəyirsinizsə, mənim komandama qoşula bilərsiniz. Mən özüm şəxsən hər bir əməkdaşa dəstək oluram. Təbii ki, siz də işləsəz, tez bir zamanda gəlir qazanacaqsınız. Gözəl tədbirlər, gözəl səyahətlər, gözəl gəlirlər təbii ki, sizin də olsun. Diqqətiniz üçün, dinlədiyiniz üçün, izlədiyiniz üçün bir daha hər birinizə təşəkkür edirəm. Hələ də kanalıma abunə deyilsinizsə, abunə olub bildirişləri açın ki, növbəti vloqlardan xəbərdar olasınız.